Salam dostlar, bugün mən sizə tarix boyu önəmli olmuş, bu gün də biznes dünyasında uğurun əsas faktorlarından biri olan storytelling, yəni hekayə danışmaq bacarığı haqqında danışacağam. Bu mövzu ilə bağlı oxuduğum ən maraqlı kitablardan biri Donald Miller'in Building a Story Brand kitabıdır. Mən əminəm ki, bir çoxunuz bu kitabla artıq tanış olmusunuz, amma yenə də bugün sizə kitabın əsas ana sütunu olan Story Brand Framework haqqında danışmaq istəyirəm. Müəllif uzun illər ərzində ən çox satılan bestseller kitabları, ən çox baxılan Hollywood filmlərini analiz edərkən belə bir nəticəyə gəlir ki, ən uğurlu hekayələrin ortaq süjet xətti demək olar ki, eynidir. Bir qəhrəman olur, onun bir məqsədi var, niyyəti var, ona nail olmaq istəyərkən bir problemlə rastlaşır. Həmin problem onda ümidsizlik yaradır və bu anda hekayəyə, yəni onun həyatına bir bələdçi daxil olur. Bələdçi ona nəyi necə etməli olduğu haqqında bir plan təqdim edir və hərəkətə keçmək üçün ona çağırış edir. Nəticə etibarilə qəhrəman ya uğur qazanır, məqsədinə nail olur və yaxud da ki, hər hansısa bir fəlakət və ya uğursuzluğun qarşısını almış olur. Bəs niyə story brand? Müəllif deyir ki, eyni hekayə strukturunu real biznes həyatında olan brend və müştərilər arasındakı münasibətə də tətbiq etmək mümkündür. Ancaq burada bir məqam var. Uğurlu brendlərin hekayəsinin əsas qəhrəmanı müştərilərdir. Məhz buna görə də Nike kimi uğurlu brendlər ən yaxşısı mənəm deyə özlərini tərifləmirlər. Əksinə, just do it deyərək onlar bizi, yəni hekayənin əsas qəhrəmanı olan müştəriləri hərəkətə çağırırlar. Gəlin bir misala baxaq. Hekayənin qəhrəmanı, yəni müştəri bir məqsədə nail olmaq istəyir. Daha gözəl görsənmək istəyir. Lakin problemlə qarşılaşır. Onun saçları qurudur. Uğursuzluğa qapıldığı anda onun həyatına bələdçi, hər hansısa bir saç baxım brendi daxil olur. Həmin bu bələdçi, yəni brend müştəriyə sadə bir plan təqdim edir. Sonra da açıq bir çağırışla al, istifadə et və nəticəni gör deyir. Və nəticə etibarilə müştəri, yəni hekayənin əsas qəhrəmanı, istədiyi nəticəyə nail olaraq arzuladığı gözəlliyə qovuşur. Donald Miller'in vermək istədiyi mesaj aydındır. Hekayənin qəhrəmanı brendlər olmamalıdır. Brendlər qəhrəmana yol göstərən bələdçi olmalıdır. Və əgər brendlər hekayəni düzgün formalaşdırarlarsa da, müştərilər bu zaman tək məhsulu deyil, eyni zamanda öz hekayələrinin daha yaxşı versiyasını almış olurlar. Bu isə daha qalıcı təsirə malikdir.